Salam əziz 11-lər. Deməli biz 9 Mart buraxılış imtahanının suallarının bəzilərini çəkmişik. Qrammatika suallarını kanalda var. Sonra bir il mətnində izahı var. İndi isə ikinci mətn. Şumerlərin yaratdığı tufan əfsanəsi dünyaya necə yayıldı? Mətninin sualları izahlarına baxaq. 51-ci sualda deyir ki, əvvəlində Roma rəqəmi yazılmış hansı cümlədə mətndən çıxarsa məzmuna xəyal gəlməz. Deməli, baxırıq birinciyə. Bu zaman Tanrı Enki Kral Ziyusudraya böyük daşqın olacağı barədə məlumat verir. Bu xəbəri eşidən Ziyusudra da böyük bir gəmi düzəltdirir. Oraya bütün canlıları bir cüt toplayır. Deməli, bunu çıxara bilmərik. Çünki ondan sonra gələn cümlənin bir mənası olmaz. İkinciyə baxırıq. Bütün dünyanı su bastıktan sonra Ziyusudra havaya bir göyərçin buraxır. Həmin göyərçin qonmağa yer tapmayıb gəmiyə qayıdır. Baxın, bu cümləni də çıxara bilmərəm. Çünki bu cümlə bununla bağlı olan cümlədir. Sonra bir qaranquş göndərir. O da geri qayıdır. Nəhayət uçurduğu qarğa geri dönməyəndə o da geri qayıdır. Nəhayət uçurduğu qarğa geri dönməyəndə suyun çəkildiyini anlayan Ziyusudra quru sahə tapır və gəmidəki bircə gəmi tərk edir. Deməli, üçü də çıxarda bilmərik. Çünki o da geri qayıdır cümləsinin bir mənası olmaz. Arxeoloji araşdırmalar Şumer bölgəsinin zaman zaman güclü daşqınlara məruz qaldığını təsdiqləyir. Bunlardan Ur şəhərindəki daşqın izləri daha aydın görünür. 4-ü də çıxara bilmərəm. Burada aparılmış araşdırmalar qədim bir mədəniyyətin 2,5 metr qaranlıqda palçıq qatının altında qaldığını üzə çıxarmışdır. Deməli, 5-ci cümləni biz rahatlıqla çıxara bilərik. Cavab olur A variantı. Sonra 52-ci sual. Mətn əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Araşdırmalar sübut etmişdir. Şumer bölgəsində ilk daşqın Ur şəhərində baş vermişdir. Bu yanlışdır. Daşqınlardan biri idi o Ur şəhərində baş verən. 2. Şumer mədəniyyəti yeni mədəniyyətin yaranmasında rol oynamışdır. Bəli, bu doğrudur. Çünki deyir ki, dünya xalqlarına məxsus bir çox əsərlər də qədim miflərdən, Şumer miflərindən yaranır. 2-ni götürə bilərik. Şumerlərin qədim tayfalarla ticarət əlaqəsi olmuşdur. Bu doğru fikirdir. Çünki bunu birinci fikri bundan da Şumer mədəniyyəti qədim dünya xalqlarına təsir etmişdir. Bu mədəniyyət təsiri ilə yeni mədəniyyətlər yaranmışdır. Bunu təsdiq edə bilərik. Deməli, bu 3-dəki fikrin, yəni Şumerlərin qədim tayfalarla ticarət əlaqəsi olmuşdur fikrinin doğruluğunu necə təsdiq edə bilərik? Çünki deyir, bəs necə olur ki, qədim Şumerlərin yaratdığı bir əfsanə bir çox dünya xalqları, məsələn, Yunanistan, Amerika, Avstraliya kimi ərazilərdə yaşayan xalqların mifologiyasını təşkil edir. Bu qədim tayfaların Şumerlərin yaşadığı Mesopotamiya ərazisində davamlı yürüş və hücumları, eləcə də onlarla ticarət əlaqələrinin qurması ilə bağlı olmuşdur. Deməli, ticarət əlaqələri var imiş. Deməli, 3 doğru fikirdir. Ona görə bunu çıxırıq. Şumerlərin digər ərazilərdə yürüyüş və hücumların onların yaratdığı əfsanənin bir çox xalqlar arasında yayılmasını səbəb olmuşdur. Şumerlərin hücumları yox. Şumerlərin yaşadığı əraziyə hücum ediblər. Şumerlər özləri kiminsə ərazisinə hücum eləməyib. Ona görə 4 yanlış fikirdir. 2, 4, 2, 4-ün olan B variantıdır. Yenə baxaq. 6-ya baxaq. Tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlı olmuşdur. Bunu ehtimal kimi verib burada. Deyir, güman ki, tufan əfsanəsinin yaranması Ur şəhərindəki daşqınla bağlıdır. Bu da güman ehtimaldır da, yəni. Güman edilir, belə ehtimal edilir. Cavab olur B variantı. 53. Mətnin tərkib hissələri ilə bağlı doğru fikir müəyyən edin. Mətnin giriş və nəticə hissəsinin bir-birinə zidd olan fikirlər verilmişdir. Bu yanlışdır, belə fikir yoxdur. Mətnin nəticə hissəsində məntiqi əlaqanı pozan cümlə işlənmişdir. Bu da yoxdur. Daşqınlardan sonra məzrasına çəkilən çayların yerində qalın gil qatı qalırdı. Cümləsinin mətninin 7-ci abzasını artırsaq cümlələr arasında məzmun acığı pozulmaz. Xeyr, pozular. Çünki 7-ci abzasda başqa bir şeydən danışır. Deməli, baxırıq. 1, 2, 3, 4-cü abzas, 5, 6, 7. 7-ci abzasda tamamilə fərqli bir şeydən danışır. Onların ticarət əlaqələrindən filandan. Onu artırsaq məzmun acılığı pozular. Tarixdə ilk dəfə dövlət quran, idarəetmə sistemi yaradanlardan biri də onlardır cümləsini mətnin giriş hissəsini genişləndirmək olar. Baxın, D variantı doğrudur.
Çünki deyir ki, Şumerlər dünyanın qədim xalqlarından biridir. Ən qədim yazım müəllifi ilk təkəri 60-lıq hesablanan sistemini də Şumerlər yaratmışdır. Deməli, bunların ən qədim dövlətlərdən birinin olmağını da fikrini də bura artırmaq olar. 54-də mətnin əsasən hansı suallara cavab tapmaq mümkündür? Tanrılar insanları nə üçün cəzalandırmaq istəyirlər? Bunun cavabı yoxdur. Kral daşqını olacağını necə xəbər tutur? Bunun cavabı var. Deyir ki, bu zaman Tanrı Enki Kral Zisudraya böyük daşqın olacağı barədə məlumat verir. Yəni Tanrı Enki xəbər verir. Bunun cavabı var. Deyə bilərik. Zisudranın havaya uçurduğu göyərçin nə üçün geri qayıdır? Çünki qonacaq yer tapa bilmir deyə geri qayıdır. 3 dənə cavabı var. 2-3. Ur şəhərindəki daşqın neçə gün davam edir? Bunun cavabı yoxdur. Zisudra suyun çəkildiyini necə anlayır? Qarğa dala qayıtmır. Ona görə bilir ki, torpaq sahəsi var. Cavab olur 2-3-5, yəni E variantı. Mətnin tezlərinə aid edilə bilməz. Eyni mövzuya müxtəlif xalqların mifologiyasına rast gəlmək olar. Bəli. Şumerlərin elə belə deyək də Tufan əfsanəsində bir neçə xalqların mədəniyyətinə, yaradıcılığına təsir etdiyini biz görürük. Biri çıxdı. Şumerlər digər xalqların mifologiyasına müraciət etmişlər. Belə bir fikir yoxdur. Digər xalqlar Şumerlərin mifologiyasına müraciət edirlər. Şumerlər daşqınlardan qorunmaq üçün yaşayış yerlərini daimi dəyişmişlər. Belə bir fikir də yoxdur. İnsanlar bütün təbii fəlakətlərdən qarşısını tamamilə ala bilərlər. Bunu da deyə bilmərik. Arxeoloji araşdırmalar Şumer bölgəsində baş vermiş hadisələr haqqında məlumat verir. Bəli, elə Ur daşqınının şəhərin mədəniyyətinə təsir etdiyini, böyük bir mədəniyyətin o qalın palçıq altında qaldığını deyə bilərik. Cavab olur 2-3-4, yəni D variantı. Mətnin əsasını cədvəl tamamlayın. Bunlar cavab kartında olanlardır. Əvvəlində işarə qoyulmuş sözlər əsasını cədvəl doldurun. Bunu da deyə bilməyəcəm. Mətndə nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Deməli, baxın, nöqtələr hardadır? Lakin deyir ki, buna görə də böyük sel fəlakətlə üzləşərkən bu hadisənin ümumdünya daşqını kimi qəbul etmişlər Şumerlər. Lakin Şumerlərin düşüncələrinin əksinə olaraq bütün dünyanın yaxud da bir ölkənin dağları aşacaq səviyyədə bir daşqına məruz qalması mümkünlüyünü elm inkar edir. İnkar edir və yaxud da təsdiq etmir kimi fikirlər yazmalıyıq. Çünki əksi deyirsə, deməli təsdiq eləmir də onun fikrini. Mətn əsasını cədvəl tamamlayın. Bu da cavab kartında üzərində rəqəm yazmış sözlərin kontekst əsasını mənasını müəyyən edin. Aha, deməli rəqəm yazılmış sözlərimiz hansıdır? Baxaq. Palçıq qatının, palçıq təbəqəsinin yaza bilərik. Sonra ikinci, səbəbini qavramayan, qavramaq, anlamaq, başa düşmək mənasındadır. Başqa, davamlı. Davamlı da daimi, mütəmadi kimi sözlərlə əvəz eləyə bilərik bunları. Bu qədər, hər birinizə uğurlar.